Salamıram sizi kəstiniz, mən Cəmaləddin Mehdiyevdir əziz izləyicilər. Nəzərinizə çatdırmaq istəyirəm ki, demək Azərbaycan çempionatı U9 liqası çərçivəsində maraqlı bir oyuna şahidlik edirik. Ramulaçın komandası rəqibi isə Krallar komandasıdır. Hesab ilk hissədən sonra 4 cavabsız qoldur və indi hücum şansı Onur Fərid Sultan Sultanlı əla hərəkət Onur gözəl oynadı burada amma Fərid Cəfərli idi, bəli, Fərid Cəfərli alınmadı. Şansı daha bir dəfə cəhd edir. Meydanı tərk edir. Yan xəttdən top oyuna daxil etmək lazımdır. Ağayev Nəriman Fiya Ağayev keçdi və daha sonra Nəriman Sərbə və alınmadı. Nəriman Uzaqayev Sərbə gəlir amma Uzaqayev İlham ikimiz de bir yerden geldik. İlham yerime. Ortaya yok. Bir de. Allah. Gel, hadi gel. Oynamaq lazımdır. Yaxşı çevrildi. Zəfərli və top meydanı indi tərk edib. Dilamulaçın top oyuna daxil etməlidir. Emil Babayev oyundadır. Uzaqayev o çıxdılar müdafiədən. Nəriman burada Rauf Əliyev qapıcı meydanı tərk edir. Gün zərbəsi və Rauf Əliyev Nəriman topanını daxil etməlidir hakimin. Gün zərbəsi idi. Uzaqayev topunmuş. Bir nefer var da bir nefer var. Kapı boş. Əliyev Uzaqayev Rauf Əliyev hücum şansı Sultan Sultanlı Sultan Fərid Cəfərli Rauf Əliyev Cəfərli Fərid Cəfərli və artıq meydanı tərk edib Dinamo Laçın topanını daxil etməlidir.
meydan tərk edir. Ali qayıt. Ali qayıt. Nəriman. Apar da bunu yanından apar. Novuz Ağayev və bir zərbə. Ağayevdən əla qol və sevincini belə bölüşür. 5-ci qol Ağayevdən gəldi. 5-0. Cəmalatçının hesabı möhkəmlədir. Fəvzi Ağayevin yetirmələri komandası qələbə qazansa belə təbii ki, onun prestijli futbol oynamaq üçün dediyi sözlər tamamilə doğrudur. Qol vurmaq yox, əsas futbol oynamaqdır. U9 liqasında təbii ki, hələ ki qələbə deyil. Gol lazımdır. Fərid. Final komandasına qaldı. Mahfata. Rauf Əliyev. Meydanı pozmaq olmaz. Cənab Əliyev. Olsun olmaz. Top meydanı tərk edir. Maçdan çıx da. Fərid. Fərli çatmadı. Ali bağla ortanı. Xətdən top oyuna daxil etmək lazımdır. Görürsən başlayır, çıxda yanında oyuncu var. Nə deyəmsən? Muğayev. Rauf Əliyev. O düşündü və yaxşı da çevrildi. Nəriman Ağazadə idi bu. Futbolçu. Onda qapıcı yaxşı oynayır. Zərbə. Nəriman. Uzağayev. Gözlüyü də açıqı qaldı amma. Nəriman. Babayev Çoboda oynamışlar. Yanıl Açın top oyuna daxil etməlidir yan xətdən. Zağayev. Bitirmə gözləyirdi komandadaş onlarımız. Zərbə indirir. Bu dirək də bu anda açığı. Nuran gel qabağa, Nuran gel qabağa. Novruz Emil. Babayev və Novruz Ağayev meydandan çıxardır. Xətdən Dinamo Laçın top oyuna daxil etməlidir. Səhv. Xətdən Novruz. Emil. Qayda pozuntusudur. Əkbər Tağıyevə qarşı qayda pozulur. Kim yönə etiləcək? Ali.
Nəriman gəlir və qapçı. Keçdi. Əla hərəkət Onur Məmmədovdan. Onur. Oynamaq lazımdır. Nəriman. Ötürmə çox incə idi. Həqiqətən gözəl idi. Gözlər, tamamla gözlər. Nakikat, gözlər, gözlər. Burak, öz yeri ver. Hücum şansı və top. İndi meydanı tərk edir. Möhtəşəm bir qol gəlir, amma qolu biz görə bilmədik, təəssüf. Nərimanın bu qolunu görə bilmədik. Təəssüf. Təəssüf istəyinə. Nərimanın heç bu qolunu görə bilmədik, amma əla bir qol vurdu. Təəssüf. Güzel bir qol idi. Hücum şansı. Sabah 6-0 olub artıq. Belə gedirəm. Təəssüf Nəriman bu qoluna şahid edə bilmədik. Hücum şansı. Qapıya zərbə lazımdır. Yəni ki, bu videoya baxıb məndən düşməzlər. Olur böyle şeyler. Rauf Əliyev. Rauf. Məmmədov. Direk. Rauf Əliyev qaydır. İstədi. Oy, əla hərəkət. Amma top meydana qalmadı, təəssüf. Allah'a 0 rəqibi olan Dinamo Laçın 6 oldu artıq. Rauf Əliyev. Qaydan top var. Nəriman. Oğuz Ağayev. İndi top meydanı tərk edir. Qapı vuruş olmalıdır. İlham açıl da, kıraya açıl. Ali. İlham buradan da. Oğuz Ağayev. Novruz. Çəkdi solma, sürət yığacaq. Ağayev. Novruz. Dəqiqələr irəliyir. Dinamo Laçının qələbəsinə səsdir dəqiqələr. Rauf Əliyev çox gecikdirdi. Rauf. Nərimanı etsən yoxdur. Oynamaq lazımdır. Qayaq uzunsun, söz belə gedilməz. Nəriman. Həmidə bax, Həmidə bax, Həmidə bax. Ali. Rauf Əliyev. Rauf. Ay Ali. Alınmadı. Hani buradan da olar, top çıxmayıbsa olar. Nuran yerine, Nuran. Güvenliğe kal, yerine yüngül. Cərimə zərbəsi. Təhlükə ola bilər. Son 4 dəqiqə təqribi. Nuran. Ay Nuran. Nuran. Novruz.
Novruz. Get. Zərbə, qapı boşdur. Təmlik çatacaq. Zədələnir, inanırıq ki, uşaq. Bu oynayan uşaqların mələyin üzü əzilir. Anam ki, zədəcid olmayacaq. Zədələnən mələk. Təbii ki, istəmərik. Təbii zədələnsin. Hər halıyla bizim davam edəcək. Get başla. Muhammed iste. Onu söz deyəndə eşit. Novruz Ağayev. Ya zərbə indirir Onur. Məmmədov. Rauf Əliyev. Nəriman. Rauf. Yaxındır əmin nöqtəyə. Alınmadı. Nəriman. Əla çevirdi. Gözəl hərəkət və Nəriman Ağazadədən əla bir gol izləyərdik. Hər şey gözəl icra etdi. Çəkdi imza hərəkətində digər ki, davamında top qapıya daxil olmur. Dinamo-Laçın topu oyuna daxil etməlidir indi. Nəriman və qal! Ağazadə belə sevinir. 7-ci qol 15 nömrəli futbolçudan. Əla zərbə. Top bilyard topu kimi iki direğe birden değil. Ulan zərbə ideal şəkildə tora daxil olur. 7-ci gol Ağazadədən və özünün 3-cü komandasının 7-ci golunu Pirallaha qapısından keçirməyi bacarır. Sultan Sultanlığın oyunda görürük. Novruz Ağayev. Novruz. Bitirdi. Sürət var. Təbii saxlayacaq. Nəriman. Keçid şansı verdilər ona ama topu meydanda saxlamaq mümkün değil. Oynamaq lazımdır. Ters toxunuş. Oyunun sonlarına doğru addımlar atırıq artıq. Saniyeler, dəqiqələr isə oyunun sonunu getirir. Nəriman, Rauf Əliyev, hücum şansı, Novruz Ağayev, Nəriman Ağazadə, zərbə indirir amma. Kifayət qədər uzaq idi məsafə. Ali, çık tabağa zərbə vura bilərsən. Oynamaq lazımdır. İndi top meydanı tərk edir. Hakim Dinamo-Laçından topun meydanı tərk etdiğini sol cinahdan. Pərviz Ağayevdən maraqlı bir rey gəlir. Üzr istəyirəm. Hücum. Zərbə lazımdır ama. Pərviz üzr istəyirəm. Novruz Ağayev. Olur belə. Maraqlı anlar olur. 7-0 təbii ki çox inamlı hesabdır. Bəli, oyun bitir. Dinamo-Laçın böyük hesablı qələbəsi rəsmiləşir. 7 vurulan cavabsız gol və mən reportajımı bitirirəm. Sağollaşıram sizdən. Reportaj boyunca isə şərhçiniz mən Cəmaləddin Mehdiyevidir. Sağ olun, salamat qalın. Ən əsası, ən dəyərlisi, ən vacibi bax budur.